Sevgi, yəqin ki, hamımızın haqqında ən çox düşündüyü, danışdığı bir mövzudur. Amma bir dəqiqə dayanıb düşünsək, biz sevgini həqiqətən nə dərəcədə doğru anlayırıq? Bəlkə də o filmlərdə gördüyümüz, kitablarda oxuduğumuz coşqun hisslər əsl sevginin heç özü deyilmiş? Gəlin bugün bu məsələyə ailə psixoloqu Subhan Abuşovun gözü ilə baxaq və sevginin o dərin, mənalı qatlarına birlikdə inək. Bax, elə başlanğıc üçün bu fikir məncə bütün təsəvvürləri alt-üst edir. Əsl sevgi romantik bir hiss deyil, insanın daxili yetkinliyinin təzahürüdür. Yəni, Subhan Abuşov deyir ki, bu kəpənəklər, o coşqunluq, bunlar sevginin özü deyil. Əsl sevgi insanın özünü tanımasının, daxilən böyüməsinin bir göstəricisidir. Bu, həqiqətən də sevgiyə baxışımızı kökündən dəyişə biləcək bir yanaşmadır. Yaxşı, bəs bu yeni anlayışa necə çatacağıq? Gəlin yol xəritəmizə baxaq. Əvvəlcə sevginin niyə bir hissən daha dərin olduğunu danışacağıq, sonra onun yaratdığı təhlükəsiz məkandan, sözün və sükutun məsuliyyətindən, sevgi ilə asılılığın fərqindən və ən sonda da onun necə şuurlu bir seçim olmasından bəhs edəcəyik. Elə isə başlayaq birinci mövzudan, hissdən daha dərin. Yəni, gəlin o məşhur romantik anlayışı biraz sorğulayaq. O mədədə uçuşan kəpənəklər, həyəcan, bunlar nədir əslində? Və bu müqayisə hər şeyi çox aydın göstərir. Bir tərəfdə romantik anlayış var, coşqu, ehtiras, sənsiz yaşaya bilmərəm kimi ifadələr. Hansı ki, bunlar bizə çox tanış gəlir, elə deyilmi? Amma əslində bu, bir növ hisslərə təslim olmaqdır. Dəqiq, digər tərəfdə isə yetkin sevgi anlayışı durur. Və fərqə baxın, coşqunun yerini məsuliyyət alır, sənsiz yaşaya bilmərəmin yerini təhlükəsizlik hissi, hisslərə təslim olmağın yerini isə şuurlu bir seçim, yəni bu tamamilə başqa bir səviyyədir. Məhz o şuurlu seçim bizi ikinci, bəlkə də ən fundamental mövzuya gətirib çıxarır. Təhlükəsiz bir məkan. Subhan Abuşova görə sevginin əsas işi, əsas funksiyası elə məhz bunu yaratmaqdır. Yaxşı, bəs nədir bu təhlükəsiz məkan? Təsəvvür edin, bir insanın yanında heç bir maska taxmağa ehtiyac duymursunuz. Nə desəniz, necə davransanız, qınanmayacağınızı, mühakimə olunmayacağınızı bilirsiniz. Görəsən bunu desəm inciyər ya da səhv başa düşər kimi qorxularınız yoxdur. Beyniniz o döyüş ya da qaç vəziyyətindən çıxır, tamamilə sakitləşir. Bax, təhlükəsiz məkan budur. Partnyorunun sinir sistemini sakitləşdirə bilmək bacarığıdır. Və əgər bu təhlükəsizlik yoxdursa, o zaman yaxınlıq da sadəcə bir illüziyadır. Çünki o mühitdə hər kəs daim müdafiədədir. Hər söz, hər hərəkət bir təhlükə kimi qəbul edilə bilər. Belə bir münasibət zamanla insanı tükədir, yorur. Bu sevgi olmur, sanki bitməyən bir psixoloji gərginlik olur. Bax, bu psixoloji gərginlik məsələsi bizi birbaşa növbəti mövzuya aparır. Sözün və sükutun məsuliyyəti. Çünki sevmək təkcə nələrisə etmək deyil, həm də nələrisə etməməkdir. Yəni, qarşındakı insanı psixoloji zərərdən qorumaqdır. Və bəzən bu zərər çox üstüörtülü şəkildə gəlir. Məsələn, laqeydlik, yəni bir insanın varlığını yox saymaq və ya qeyri-müəyyənlik yaratmaq, münasibətin harada olduğunu heç vaxt bilməmək. Davamlı tənqid, başqaları ilə müqayisə və ən pissi insanın öz reallığını şübhə altına salmaq. Yəni, sən həssassan, sən şişirdirsən demək. Bunlar bəlkə də fiziki zərbədən daha dərin yaralar açır. Yetkin sevgi isə məhz bu zəhərlərdən uzaq durmaqdır. Məhz buna görə Subhan Abuşovun bu sözü çox yerinə düşür. Sevən insan sözünün də, sükutunun da məsuliyyətini daşıyır. Bu nə deməkdir? Bəzən ən böyük sevgi ağzına gələn bir sözü deməməkdir. Dalaşarkən onun ən həssas yerinə vuracaq o cümləni udmaqdır. Bəzən isə sükutun özü zərər verə bilər. Yəni, nə zaman danışacağını, nə zaman susacağını bilmək. Bax, bu əsl məsuliyyətdir. Yaxşı, gəldik çox həssas bir nöqtəyə. Sevgi yoxsa asıllıq. Çox vaxt bu ikisi bir-birinə qarışdırılır. Amma Subhan Abuşova görə bu ikisini ayıran əsas meyar insanın özünü tənzimləmə gücüdür. Yəni, öz daxili dünyasını idarə edə bilmək bacarığıdır. Fərq əslində çox böyükdür. Baxın, sevgi insanı azadlaşdırır, böyüdür, sakitləşdirir, amma asılılıq tam əksinə. İnsanı sıxır, boğur, daim bir həyəcan, bir təşviş içində saxlayır. Sevgi insanı bütövləşdirir, asılılıq isə sadəcə insanın öz yaralarını örtmək üçün bir vasitədir. O məşhur "sənsiz ölərəm" cümləsi əslində sevgi cümləsi deyil. Mənim özümlə bağlı problemlərim var və səndən bir yara bandı kimi istifadə edirəm deməkdir.
Yaxşı, bəs bu asılılıqdan qurtulub yetkin sevgiyə çatmaq üçün nə etməliyik? Psixoloq deyir ki, yol özümüzdən başlayır. Birincisi, öz travmalarımızı tanımalıyıq. Keçmişdəki hansı hadisələr bugünkü qorxularımızı yaradır? İkincisi, o daxili xaosu, o qəzəbi, o qısqanclığı idarə etməyi öyrənməliyik. Və üçüncüsü, bəlkə də ən çətini, öz hisslərimizin, öz reaksiyalarımızın məsuliyyətini tamamilə öz üzərimizə götürməliyik. Tamamilə doğru. Çünki öz daxili qarışıqlığını, o bütün mənfi enerjini partnyorunun üzərinə yıxmaq, bunun adı sevgi deyil, bunun adı emosional yükləmədir. Sanki öz zibilini başqasının həyətinə atmaq kimidir. Sevən insan isə əvvəlcə öz həyətini təmizləyir. Bütün bu danışdıqlarımız bizi gətirib son və ən vacib nəticəyə çıxarır. Şuurlu seçim olaraq sevgi. Yəni sevgi, gəlib gedən, bir gün olan, bir gün olmayan bir his deyil. O, bir qərardır. Yaxşı, onda gəlin sualı birbaşa qoyaq. Əgər sevgi bir his deyilsə, bəs o nədir? Bu qədər danışdıq, amma yekun cavab nədir? Cavab əslində çox sadə, amma bir o qədər də dərindir. Sevgi. Hər gün yenidən verilən şuurlu bir qərardır. Fikir verin, his deyil, qərar. Bu deməkdir ki, bugün əhvalınız pis ola bilər, yorğun ola bilərsiniz, hətta o insana əsəbiləşə bilərsiniz. Amma bütün bunlara baxmayaraq onu qorumağı, ona dəyər verməyi seçirsiniz. Və bu gündəlik qərar əslində bu sualı özünə verməkdir. Mən bugün bu insanın həyatını daha təhlükəsiz, daha sakit, daha bütöv etmək üçün nə edəcəyəm? Sevgi sadəcə bu sualı düşünmək yox, ona əməllərinlə cavab verməkdir. Hər gün. Və ilkin olaraq, gəlin Sübhan Abuşovun bu fikri ilə tamamlayaq. Deməli, sevgi, o səsküylü, coşqun bir his deyil, əksinə, sevdiyin insanın psixikasını, onun ruh dünyasını qorumağı bacaran sakit və dərin bir gücdür. Bəzən özündən belə vaz keçərək onu qorumaqdır. Məncə, bu fikir üzərində uzun-uzun düşünməyə dəyər. Əsl sevgi bəlkə də elə budur.